Bəli, Çin və Rusiya dövlət başçılarının görüşü artıq baş tutub. Görüş zamanı ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, səfər çərçivəsində əməkdaşlığa dair bir çox sənədlər imzalanıb. Bu səfər Vladimir Putinin Çinə artıq 25-ci səfəridir. Bu göstərici ilə Vladimir Putin Çinə ən çox səfər edən xarici dövlət rəhbəri statusuna malikdir. Ekspertlər isə hesab eləyir ki, iki ölkənin liderlərinin müntəzəm olaraq qarşılıqlı səfərləri Rusiya-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu sübut eləyir. Vladimir Putinin hazırki səfəri həm də bir neçə məqama görə diqqətləri öz üzərinə cəlb eləyir. Onlardan biri təbii ki, səfərin yaxın şərqdəki gərginlik dövrünə təsadüf etməsi, başqa sözlə həm Rusiyanın, həm də Çinin sıx əməkdaşlıq etdiyi İran ilə yenə də bu iki ölkənin rəqibi sayılan Birləşmiş Ştatlar arasında münaqişə dövrünə təsadüf etməsidir. Digər məqam isə Rusiya prezidentinin səfərinin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın səfərindən cəmi 4 gün sonra baş tutmasıdır. Diplomatik mənbələr hesab edir ki, Rusiya prezidentinin səfərinin Moskva ilə Pekin arasında münasibətlərin müzakirəsi üçün rutin xarakter daşıyır. Lakin bir çox təhlilçilər Donald Trumpın səfərindən bir neçə gün sonra baş tutan bu səfəri təsadüf hesab etmir. Beləliklə, Pekin eyni anda həm ABŞ, həm də Rusiya liderini ilk dəfə qəbul eləyir. Həm Moskva, həm də Pekin Rusiya-Çin əməkdaşlığının üçüncü ölkəyə qarşı yönəlmədiyini dəfələrlə bəyan eləyib. Tərəflər heç bir ölkəyə qarşı ittifaq qurmadıqlarını, yalnız sülh və bir-birinin inkişafı naminə əməkdaşlıq etdiklərini bildiriblər. Vladimir Putin də Çinə yola düşməzdən əvvəl verdiyi açıqlamasında Moskva ilə Pekin arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını deyib. Tərəflər siyasət, iqtisadiyyat, müdafiə və humanitar mübadilə sahələrində əməkdaşlığı genişləndirməyə sadiq olduqlarını bildirib. İki ölkə 25 il əvvəl mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsi imzalayıblar. O ki qaldı iki ölkənin iqtisadi əməkdaşlığına qeyd etmək lazımdır ki, son 3 il ərzində iki tərəfli ticarət dövriyyəsi 200 milyarddan çox olub. Ötən il bu göstərici 228 milyard dollara çatıb. Çin ardıcıl 16-cı ildir ki, Rusiyanın ən böyük ticarət tərəfdaşıdır.